Bakıda İdrak Liseyinin müəllimini güllələməkdə təqsirləndirilən şagird barəsində qəti imkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanı tərəfindən məhkəməyə daxil olan təqdimata baxılıb. Mərkəz TV xəbər verir ki, bugün Binəqədi rayon məhkəməsində keçirilən prosesdə təqdimatla bağlı qərar elan olunub. Qərara əsasən həmin şagird barəsində 4 ay müddətinə həbs qəti imkan tədbiri seçilib. Qeyd edək ki, hadisə fevralın 6-sında paytaxtın Binəqədi rayonunda yerləşən özəl İdrak Liseyində baş verib. Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumata görə məktəbdə şagird tərəfindən odlu silahdan atəş açmaqla müəllimə xəsarət yetirilməsi ilə bağlı fakt üzrə rayon prokurorluğuna məlumat daxil olub. Hadisəni törətməkdə şübhəli bilinən şagird saxlanılıb. Faktla bağlı Binəqədi rayon prokurorluğunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29.120.1-ci qəsdən adam öldürməyə cəhd maddəsi ilə cinayət işi başlanılaraq ibtidai istintaq işləri aparılır. Eşitdim, amma ağlıma gəlmədi silah səsi. Elə bildim bir hansı sinifdə şkaf düşdü və belə bir. Uşaq neçənci sinifdə oxuyur hadisəni törədən? Deyəsən onda. Bəs müəllim nə müəlliməsi idi? Riyaziyyat. Fevralın 6-sında paytaxtın Binəqədi rayonu ərazisində yerləşən məktəblərin birində şagird tərəfindən odlu silahdan atəş açılmaqla müəllimə xəsarət yetirilməsi faktı ilə bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb. Hazırda istintaq aparılır. Hadisəni törətməkdə şübhəli bilinən şagird prokurorluq tərəfindən tutulub. Hazırda prokurorluq əməkdaşları hadisə yerinin baxışını keçirir, eləcə də hadisənin baş vermə şəraiti və səbəblərinin dəqiqləşdirilməsi istiqamətində zəruri prosessual hərəkətləri icra edir.